Övlad dünyaya gəldiyi zaman ən çox zəhməti analar çəkir. Buna görə də övladın atası bu məsələyə daha çox diqqət etməlidir. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur ki, övladın atası üzərində olan haqqı budur ki, onun anası ilə yaxşı davransın. Uşaqlar ata-analarının arasında olan münasibəti görürlər və bu münasibət əsasında gələcəyə hazırlaşırlar. Buna görə ata ilk övladını görmək istədiyi zaman övladından qabaq onun anasının hal, əhvalını, səhhətini soruşsun. Mümkündürsə balaca bir hədiyyə alsın, gül şaxəsi alsın, aparsın. Övladın tərbiyəsində olan rolu mühümdür. Buna görə də onun əhval-ruhiyyəsinin yerində olması, mənəviyyatının yüksək olması, emosiyalarını idarə edə bilməsi çox önəmlidir. Nə qədər ki, ananın ruh halı yaxşıdır, övladı üçün gözəl bir tərbiyə nümunəsi ola bilər. Alimlərdən biri də buyurur ki, əgər xanımının yaxud da ananın hamiləlik dövründə nə qədər əziyyətlə öz işlərini yerinə yetirdiklərini bilmək istəyirsənsə, o zaman qarnına bir kərpic bağla və onların gördüyü gündəlik işləri yerinə yetir. Bəlkə o zaman onların nə qədər əziyyət çəkdiyini başa düşərsən.